Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, dinimiz İslam dini təmizlik dinidir və həmçinin hər bir müsəlmana təmiz olmağı əmr etmişdir və təmizliyin növlərindən biri də müsəlmanların gündəlik olaraq dişlərini, ağzını təmiz saxlamasıdır. Və bu da sünnədən bizə məlum olduğu kimi misvak vasitəsilə həyata keçirilir və misvakın nə olması və həmçinin fəziləti barəsində bir çoxumuza məlumdur onun fəziləti. Lakin söhbətimiz misvakı hansı əllə istifadə etmək sünnəyə daha yaxındır. Bu barədə olacaqdır. Bu haqda Şeyx İbn Hüseymin, Allah ona rəhmət etsin, deyir ki, bu barədə iki görüş vardır. Birinci görüş odur ki, sünnəyə daha yaxın olan sağ əldən istifadə etməkdir. Çünki misvakın özü sünnə əməl olduğuna görə məhz bu tərəfdən misvakı istifadə edərkən sağ əldən istifadə etmək daha yaxşı olandır. Və ikinci görüş isə sol əldən istifadə etməkdir. Bu da nə üçün? Çünki təmizlik babından olduğuna görə, yəni ağızda, dişdə olan bakteriyaları, çirki təmizləmək üçün sol əldən istifadə etmək sünnəyə daha müvafiqdir. Necə ki, taharətdə və digər xoşagəlməyən işlərdə sol əldən istifadə etdiyimiz kimi. Məhz bu tərəfdən də təmizlik babından sol əldən istifadə edilməsi daha sünnəyə uyğundur. Lakin Şeyx İbn Hüseymin, Allah ona rəhmət etsin, deyir ki, bu iki görüşdən belə nəticə çıxarılır ki, məsələ genişdir. Yəni istəyən sağ əlindən, istəyən isə sol əlindən istifadə edə bilər. Yəni mühüm olan, əsas olan hər bir müsəlmanın xüsusən ibadətlərindən öncə, dəstəmazdan öncə, namazdan öncə, Quran qiraətindən öncə misvakdan istifadə etməsidir. Dişlərini təmizləməsidir. Və necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem'in zövcələri onun haqqında deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem evə daxil olarkən ilk gördüyü iş dişlərini misvaklamaq idi. Yəni salam verdikdən sonra Allah Resulü sallallahu aleyhi ve sellem dişlərini misvaklayardı. Və sallallahu aleyhi ve nebiyyinə Muhammed.